qorxumdan evə girmirdi. İşdən gəldim evə, gün orta gələm. Gördüm mənim qorxumdan çıxmır, durub həyətdə düşdü. Xala gəl sən söz deyəcəm. Dedim nə deyirsən? Aparma mənim balama. Bax aparma, nə kəndə aparma, heç yerə aparma. Qayıtdı mənə dedi ki, sən mənim düşmanımsan, məni Nurədən ayırırsan. Dedim mən səni ayırmıram. Sən o uşağı saxlaya bilmirsən. Bişirdi apardım, mən də çıxmadım evə. Qorxdum, dedim Aylan önünə gedişin görməyim. Gözüm ürəyimə dammışdı. O nəsə gedəndə mənə baxacaq. Rəsul mənə zəng elədi, dedi ki, nardarandıyam. Ev tutmuşam, Nunu da yanımdadır. Bana nə vaxt istəyirsən danışacaq da arxanda sənə. Sonuncu da mən balamın səsini aldı, eşitdim. Mən anlattı ki, nardarandıyam. Bir gün gözlədim. Səhər günü gecə yuxuma girdi Nuna. Gördüm gəlib uzanıb evdə durdum, amya dedim. Dedim balama nəsə olub. Heç yerdə mənlə əlaqə saxlamır, heç yerdə yazmır, heç yerdən axtarmır. Sonra gün orta işdən gəldim, ayın 18 idi, 19 idi, gördüm polis mənə zəng elədi ki, gəl şöbəyə. Ay Allah, getdim balam.